Bəli, Nəzrin, zəhmət olmasa sən bizə 14-cü sualı izah elə. 14-də deyir ki, qarşısında işarə qoyulmuş sözlər əsasında müəyyən edin. Kim həqiqəti inkar etsə, özü ziyan çəkər. Birinci üçbucağa yazılıb ki, əlaqələndirmə vasitəsidir. Kim sözü? Bəli, doğrudur. Çünki tabelə mürəkkəb cümlədə bağlayıcı söz vəzifəsində işlənir. Sonra 2-də deyir ki, özü sözü sual tələb etməyən cümlə üzvüdür. Xeyr, çünki sual tələb etməyən cümlə üzvü sual əvəzliyidir. Özü də təyin əvəzliyi olduğuna görə sual tələb etməyən cümlə üzvüdür fikri yanlışdır. Sonra 3-də deyir ki, qeyri-müəyyən əvəzi ilə ifadə olunub. Bu fikir də yanlışdır. Dediyim kimi, özü sözü, daha doğrusu kim sözü sual əvəzliyidir, qeyri-müəyyən əvəzlik deyil. 4-də deyir ki, cümlənin baş üzvüdür. Kim həqiqəti inkar etsə, nə isə inkar etsə, kim orada mübtəda olduğuna görə cümlənin baş üzvüdür. Bu doğrudur. 5-də deyir, hal şəkilçisi qəbul edib. 5, elə bir ki, kvadrat yanlışdır. Çünki orada özü sözü mənsubiyyət qəbul edib, onun özü. Cavab 1, 3, 5 C variantıdır. Aha, deməli biz doğrudan, orasında deyək, doğrudan doğruları, yanlışdan yanlışları götürməliyik. Bizim doğrumuz oldu 1. Yanlışlarımız hansı oldu? Yanlışımız oldu 3-lə 5. 3-lə 5, bəli. Doğru cavab olur C variantı. Afərin Nəzrin, düzdür.